Bismillah, elhamdülillah, ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allah hamd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem Allah'ın salamı olsun, salavat olsun. Onun yolunu düzgün şekilde tutup gedenlere Allah'ın salamı olsun. İlk önce kardeşimizsin, dua edirəm. Allah Taala onun ümrəsini qəbul etsin. Elhamdülillah, əzəmətli bir ibadət idi. Allah Taala asanlaşdırdı, müvəffəq elədi. Getdi geldi elhamdülillah ve dua eləmək lazım ki Allah Taala qəbul etsin. Ve kardeşlerim, elhamdülillah hamı səbirsizliklə bu sayılı günlerin bitməsini gözləyir. 3-4 gün qalıb Ramazana. Ramazan ayı xeyir, bərəkət ayıdır. Ramazan ayı məğfirət ayıdır. Allah Taala'dan rəhmət ayıdır. Elə bir aydır ki, o aydan qismət, pay götürməyən yalnız qafil insan, yalnız zalim insan ola bilər. Və hətta Muhammed sallallahu aleyhi ve sellem bir dəfə dua elədi minbərə çıxanda. Əmin, 3 dəfə əmin dedi. Sahabələr soruşdular ki, ya Resulullah, niyə əmin dedin? Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, Cəbrail aleyhissalam mənə gəldi. Və dedi ki, ey Muhammed, kimin evdə valideyni varsa və o valideyn səbəbi ilə o evlad ki, cənnəti qazanmır, Allahın rəhmətini qazanmır, o evladın bırını yerlə sürünsün. Yəni, necə pis bir evladdır ki o valideyninə gözəl şəkildə xidmət eləyə bilmədi. Onun qayğısında qala bilmədi və valideynləri onun yanındaydı. Cənnəti qazana bilmədisə o adam onun bırını yerlə sürünsün. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mən də dedim ki, əmin. Sonra deyir, Cəbrail mənə dedi ki, ey Muhammed sallallahu aleyhi ve sellem, Ramazan gəlib də, Ramazan bitdikdən sonra bu ayda Allah Taala'nın rəhmətinə düşməyən, bu aydan bağışlanmış halda çıxmayan insanın burnu yerlə sürünsün. Allah Resulü deyir ki, mən də dedim ki, əmin. Necə qafil insandır o, bu cür aydan istifadə eləyə bilmədi. Necə xəbərsiz, necə zalim bir insandır, öz nəfsinə zülmləyir. Allah Taala'nın sayılı günlər, əyyəmin ma'dudət deyir Allah Taala. Sayılı günlərdir. Elə bir aydır ki, elə bir qonaqdır ki, Ramazan gələndə insanlar sevinir. Onun necə ruzulu, bərəkətli, rəhmətli, məğfirətli ay olduğuna insanlar necə sevinir. Elə bir qonaqdır. Gedəndə də insanlar necə hüzünlənir, necə kədərlənir ki, bu ayda biz layiqincə Allah Taala'ya ibadət eləyə bilmədik. Bu qonaqdan layiqincə fürsətdən istifadə eləyə bilmədik. Lakin qardaşlarım, həqiqətən də elə insanlar var ki, bu aydan çox qafildirlər. Digər aylarla bu ayda, Ramazan ayında heç bir fərq qoymurlar. Bu ay onların üzərindən gəlib keçir və neçəsi gəlib keçir, necə gəlmişdilərsə elə də davam edirlər öz həyatlarına. Məhrumdur o insan. Muhammed sallallahu aleyhi ve sellem bir gün sahabələrdən iki nəfər İslamı qəbul edir. Eyni vaxtda gəlirlər Allah Resulü'nün yanına, sallallahu aleyhi ve sellemin yanına İslamı qəbul edirlər. Sonra o iki nəfərdən biri İctihad sahibidir, çoxlu ibadətlər eləyirdi. İtaət eləyirdi. O ibadət eləyən, çox ibadət eləyən dünyasını dəyişir, vəfat eləyir. Hətta döyüşdə şəhid olur. Amma o birisi onunla bərabər İslamı qəbul eləyən bir il sonra vəfat eləyir. Talha radiyallahu anhu deyir ki, yuxuda onları gördüm. Və gördüm ki, cənnətdən çağırırlar ikinci öləni. Birincidən daha tez cənnətə daxil olur. Sonra ikinci daxil olur. Mən də deyir, fikirləşdim ki, məni də çağıracaqlar. Gördüm, mənə deyirlər ki, yox, sən hələ vaxtı var. Və deyir, ayıldım yuxudan. Gəldim, deyir, sahabələr danışdım bu yuxunu. Hamı fikirləşdi ki, necə yəni? O birinci həm tez vəfat elədi, həm
ibadətdə və itaətdə daha güclü idi o birisindən və həmçinin ən yüksək məqam şəhid olmuşdu. Hamı fikirləşir ki, bu necə olar? Amma hər halda yuxudur. Bu xəbər satır Allah Rasuluna sallallahu aleyhi və səlləmə və danışırlar və Muhammed sallallahu aleyhi və səlləm bu yuxunu yozur, qardaşlar. Deyir ki, siz necə bilirsiniz? O bir il sonra dünyasını dəyişən bir Ramazana yetişmədimi? 30 gün oruç tutmadımı? Daha çox səcdələr və rükülər eləmədimi? Daha çox namazlar qılmadımı? Daha çox sədəqələr vermədimi? Quran-ı Kərimdən daha çox oxumadımı? Çoxlu ibadətlər eləmədimi? Bu ibadətlərinə görə o birisi qardaşın ötdü keçdi. Ona görə də cənnətə birinci girdi. Qardaşlarım, Ramazan ayı, bu ay sizə heç də sözdə yüngül kimi bir ay gəlməsin. Həsən el-Basri rahimehullah deyir ki, əgər qəbirdə torpağın altındakılardan soruşsun ki, nə istəyirsiniz indi? Nə arzulayırsınız? Onlar deyərdilər ki, biz Ramazandan bir gün arzulayırıq. Bir gün. Allah Teala bizi diriltsin, Ramazandan bir gün yaşayaq, sonra ölək. Gör nə qədər fəzilətli günlərdir. Ən qafil insan odur ki, keçən il, o birisi il qəflət içində keçirmişdi və bu ildə elə keçirdəcək. Heç hazırlaşmır Ramazana. Lakin qardaşlarım, hər kəs qəlbində niyyətləməlidir. Qəsdləməlidir ki, bu Ramazan Allahın izni ilə oruclarımı daha da gözəl tutacam. İbadətlərimi daha da gözəlləyəcəm. Gecələri yatmayacam, gündüzlər də orucda olacam. Və ona görə də insan baxmalıdır sahabələrin və sələflərin həyatına. Ki, onlar necə keçirdirdilər Ramazanı. Əli radiyallahu anh deyir ki, Ramazan sizdən yalnız acılıq və susuzluq istəyən bir ay deyil. Kim bu ayda dilini, gözünü və qulağını qorumazsa, Allahın onun acılığına və susuzluğuna ehtiyacı yoxdur. Həmçinin Abdullah Məsud radiyallahu anh buyurur ki, siz Ramazanı Quran ayı olaraq qarşılayın. Çünki o Quranın nazil olduğu aydır. Gecəni Quranla dirildin, gündüzü isə orucla qoruyun. Və həmçinin Ömər radiyallahu anh qardaşlar buyurur ki, oruc yalnız yemək və içməkdən çəkinmək deyil. Oruc yalandan, batildən, boş sözlərdən, dili haramdan, boş-boş danışmaqdan qorumaqdır. Yalnız mədüyü saxlamaq deyil, həmçinin dili və gözü, əli və qolu, ayağı saxlamaqdır. Oruc. Həmçinin Əbu Darda radiyallahu anh deyir ki, ağıllı insan orucu yalnız yeməkdən deyil, həmçinin günahlardan da oruc olmalıdır o insan. Ağıllı insan odur. Həsən el-Basri rahimehullah buyurur ki, Allah Teala Ramazanı qulları üçün yarış meydanı eləyib. Bir qövm önə keçdi və onlar qazandı. Amma digər qövm isə geri qaldı və ziyana uğradı. Ola bilməz ki, Ramazanda hamı eyni olsun. Görəcəksən ki, birinin əlindən Quran düşmür. Biri ancaq dildə zikr eləyir. Çünki Muhammed sallallahu aleyhi ve sellem dedi ki, ən fəzilətli oruc zikirdə keçirilən orucdur. Dil ancaq la ilahe illallah, subhanallah, elhamdülillah, Allahu ekber, Allah Teala zikirləyir. 10 nəfər orucsa, onun ən üstünü, ən fəzilətlisi kimdir? Ən çox həmin günü zikirləyən insandır. Və həmçinin qardaşlar, İmam Zuhri rahmehullah deyirdi ki, Ramazan, oruc ayı yalnız Quran və iftar vermək ayıdır. Bu işlərdə iştihad edin. Sufyan as-Savri rahmehullah buyurur ki, o deyir, Ramazan girəndə Sufyan as-Savri bütün nafilə ibadətləri tərk edirdi. Yəni hədis kitabların, digər kitabı tərk edirdi, ancaq özün Quran-ı Kərimə verərdi və əlindən mushaf düşməzdi. İmam Malik, Allah ona rəhmət eləsin, o haqqında deyirlər ki, o Ramazan girəndə hədis dərslərini tərk elərdi. Çünki İmam Malik, Allah ona rəhmət eləsin, o mühəddisdir, hədis alimidir. Və hədis kitablarını qırağa qoyub, mushafı açar, ancaq Quran-ı Kərim oxuyardı. Və həmçinin Qatadə rahmehullah 7 gündə Quran-ı Kərimi oxuyardı digər günlərdə. Amma deyir, Ramazan gələndə hər 3 gündə bir dəfə xətm eləyərdi. Amma son 10 gündə hər gün xətm eləyərdi. Hər gün, bir günə. Gör necə günlərin Allah Teala onların bərəkət verib, qardaşlar. Və dayanmayıblar. İnsan da fikirləşib ki, 12 ay onsuz da mən 12 ay keçirdirəm.
istirahət eləyirəm. 10 günlə Ramazanın son 10 günü. Vallahi yatmamaqla insana heç nə olmur. Gündüzü biraz istirahət eləsin. Gecəni bütün ibadətdə keçirsin. Səsin fəzilətdir. Həmçinin İbrahim Ən-Nəxai rahimehullah buyurur ki, sələflər deyir Ramazan gələndə deyir bazarları tərk edərdilər, məscidlərə yönələrdilər. Həmçinin qardaşlar Əmr ibn Qeys rahimehullah Ramazan gələndə deyərdi ki, bu ay Quran ayıdır və deyir Quran-Kərimi sinəsinə tutar və deyərdi ki, bu Quran-Kərimin ayıdır və ondan ayrılmazdı. Və həmçinin Bişr ibn Haris rahimehullah deyərdi ki, Ramazan abidlərin baharıdır, salihlərin baharıdır. Və həmçinin qardaşlarım, sələflərin Ramazanı qarşılamaları qəribə idi. Qəribə idi onların qarşılamağı. 6 ay əvvəldən Allah Teala'ya dua edirdilər ki, ya Rabbi bizi Ramazana yetişdir və Ramazan qutarandan sonra 6 ay yalvarırdılar ki, ya Rabbi bu ayda etdiyimiz ibadətlərimizi qəbul elə. Həmçinin Fudeyl ibn İyad, Allah ona rəhmət eləsin, deyirdi ki, Ramazan ixlas ayıdır. Qəlbi düzəltmək, niyyəti düzəltmək ayıdır. Kim əgər ixlasını düzəltməyəcəksə, o adam ziyana uğrayacaq. Yəni, etdiyi ibadətlərdən heç nə götürə bilməyəcək. Abdullah ibn Mübarək rahimehullah buyurur ki, Ramazanda 1 dirhəm vermək başqa vaxtlarda sədəqə verməkdən üstündür. 1 dirhəm, əgər sən Ramazanda edilən ümumi bütün ibadətlər digər aylarda edilən ibadətlərdən qardaşlar qat-qat üstündür. Ona görə deyir ki, əgər 1 dirhəm versin, başqa aylarda verdiyin o 1 dirhəmdən daha çox savab qazanacaqsan. Ona görə qardaşlarım, dua eləmək, Allahdan acizlik eləməmək, dua eləmək ki, Allah Teala bizə də nəsibləsin Ramazanı o cür iştihad eləyək, gözəl ibadətlərlə keçirdək. Bunlar təbii ki, hamısı dua ilə əldə olunan şeydir. Mən də Allahdan istəyirəm, Allah Teala bizi o aciz qullarından eləməsin, Ramazanı digər aylardan fərqləndirən və o ayda gündüzləri oruc, gecələri salih əməllər, namazla keçirdən qullarından eləsin. Allah Teala bizi eşitib faydalanlardan eləsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcməin.